Qarabağ Ağı Zərbə Kadiborgesin mövsümü bitdi. Şokçağımız Qarabağ Futbol Klubuna pis xəbər gəlib. Komandanın əsas oyuncularından biri Braziliyalı yarım müdafiəçi Kadiborges ciddi zədə alıb. Oxu 24.com-un məlumatına görə bu hadisə Qarabağın ötən gün Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda Chelsea ilə keçirdiyi oyunda 2-2 baş verib. Maçın ikinci hissəsində rəqib futbolçu ilə toqquşmadan sonra Kadi yerə yıxılıb və oyunu davam etdirə bilməyib. O dərhal tibbi yardım alaraq meydanı tərk edib. Klubun mətbuat xidməti bugün rəsmi açıqlama yayaraq futbolçunun sol fibulasında ayaq sümüyündə sınıq aşkarlanıldığını bildirib. Müayinənin nəticələrinə əsasən Kadiborgesin müalicə və bərpa prosesi 8-10 həftə davam edəcək. Bu isə o deməkdir ki, 29 yaşlı yarım müdafiəçi üçün 2025-ci il artıq başa çatıb. O, Qarabağın Çempionlar Liqasının liqa mərhələsində qarşıdakı iki oyununu Napoli və Ajaxla görüşləri buraxacaq. Komandanın aparıcı fiqurlarından olan Kadi bu mövsüm Qarabağın hücum xəttində əsas rol oynayır. Qolların hazırlanmasında və standart vəziyyətlərdə vacib oyunçulardan sayılırdı. Azarkeşlər sosial şəbəkələrdə Kadiyə çoxsaylı keçmiş olsun mesajları göndərib və futbolçunun bir an öncə sağalmasını arzulayıblar. Mütəxəssislər isə hesab edirlər ki, bu zədə Qarabağ üçün ciddi itki olacaq və Qurban Qurbanovun komandası növbəti maçlarda onun yoxluğunu hiss edəcək. Hələlik klub Kadiborgesin əməliyyat olunub-olunmayacağı ilə bağlı məlumat verməyib.